Fars şeiri və Fars etnosunun millət qurma layihəsi. Türk kimliyinin bir somurğa prosesində təhrif olunmuş tarixi. Yazar Yaşar Puralı. Heç bir ölkənin tarixini yalnız siyasi sənədlərə və yaxud bir ideoloji sistemin rəvayətlərinə əsaslanaraq qəbul etmək olmaz. Ədəbiyyat, xüsusilə də poeziya, çox zaman tarixi mədəni kimliklərin şəffaf və birbaşa güzgü rolunu oynayır. Asırlar boyu bu ərazi xalqının poetik, gözəl və ifadəli dillərindən biri olan Fars poeziyası çox vaxt tarixi araşdırmalarda gözdən qaçan və ya bilərəkdən unudulan həqiqətləri özündə saxlayır. Bu həqiqətlərdən biri qədim və klassik Fars şairlərinin əsərlərində məhz Fars deyil, əksinə Türk adının çoxsaylı və təkrarlanan şəkildə işlədilməsidir. Türk adı daima bir xalq, gözəllik, sultanlıq gücü, eləcə də bu torpağın yerli sakinləri kimi əlaqələndirilmişdir. Bu fakt şübhəsiz təsadüfi deyil və öz mahiyyətində qərb müstəmləkəçilərinin tətbiq etdiyi dövlət qurğuculuğu devrindən əvvəl İran ərazisinin etnik tərkibinin və kimliyinin köklərini göstərir. Bu məqalənin məqsədi də məhz bu üstü açılmamış tarixin bir hissəsini yenidən oxumaq cəhdidir. Belə ki, Rudəki və Ferdovsidən başlayaraq Hafiz, Sədi və onlarla digər fars dilli klassik şairlərin əsərləri sübut edir ki, onlar türklərdən bir hörmət və heyranlıqla bəhs etsələr də, Fars xalqı adlı etnik qrup adına rast gəlilməmişdir. Yalnız 2-3 hal coğrafi anlayış kimi diqqəti cəlb edir. Bugün Fars vilayəti adlandırılan bölgənin coğrafi adı keçmişdə Pars və ya Parsa olmuşdur. Parsa sözü elam dilində olub, kənar və ya ətraf mənasını ifadə edir. Bu bölgə dənizə yaxın yerləşdiyi üçün bu adla adlandırılmışdır və Fars adlı hər hansı bir irq, millət və ya konkret etnik qrup ilə heç bir əlaqəsi yoxdur. Bu araşdırma eyni zamanda İranda siyasi dövlət qurğuculuğu prosesində rolu olan Britaniya imperiyası başda olmaqla xarici güclərin necə rol oynadığını da açıq şəkildə göstərməklə yanaşı, bu prosesin türklərin tarixi rolunun tədricən silinməsi və onların yerinə uydurulmuş Fars milləti kimliyinin yaradılmasını aşkarlayır. Məqalə ədəbiyyat və tarix qaynaqlarına əsaslanaraq, İran ərazisinin kimlik transformasiyalarına yeni bir baxışı açıqlamağa çalışaraq göstərir ki, bu bölgənin əhalisinin kimliyi xarici güclərin siyasi mühəndisliyinə yox, tarixi reallıqlara əsaslanır. Fars klassik şeirində Fars xalqının adının açıq-aşkar olmaması, əvəzində isə türklərin gözəlliyinin və türk şahlarının şöhrəti dəfələrlə tərif olunması sual doğurur. Ağır bugünkü İran coğrafiyasında Fars xalqının indiki İran coğrafiyasında qədim və dərin köklərə malik olubsa, niyə qədim Fars dilli şairlər onların adını bir dəfə belə çəkməyib? Bu sual bizi qərb müstəmləkəçilərinin, xüsusilə İngiltərə və Rusiya imperiyalarının İran ərazisində həyata keçirdiyi siyasi xəritəyə yönəldir. Bu imperiyalar türklərin siyasi və mədəni hegemonluğunu zəiflətmək üçün yeni bir Fars kimliyi dizayn etdilər və bu kimliyi İran milləti adı ilə təqdim etdilər. Halbuki bu kimlik nə qədim tarixdə, nə də ədəbiyyatda özünə yer tapmırdı. Ən maraqlısı odur ki, Fars millətçiliyi ideologiyası ilə yaradılan bu yeni dövlət qurğuluşu yerli xalq tərəfindən deyil, İngilis kəşfiyyatçıları və onların zərdüşt, hindili casusları tərəfindən formalaşdırılmışdır. Bunun bariz nümunəsi isə Pəhləvi ailəsinin hakimiyyətə gətirilməsidir. Pəhləvi soyadı belə Rıza Şahın öz seçimi deyil, bəzi mənbələrə görə onu İngilis casusu Ardeşir Reporter təklif etmişdir. Daha sonra Pəhləvi soyadı yalnız bu ailə üçün müstəsna olaraq qorundu və digər şəxslərə bu adı daşımaq qadağan edildi. Bu tip davranışlar İngilislərin Hindistanı işğal edərkən istifadə etdikləri dolayı idarə etmə modelinə bənzəyir, yəni yerli elitadan istifadə edərək imperiya idarəçiliyi qurmaq. Eyni metodla İran da Fars kimliyi üzərində yeni bir sistemə keçdi. Lakin bu sistemin əsasları Fars xalqı tərəfindən deyil, xarici güclər tərəfindən formalaşdırıldı. Fars dilinin öz rolunu anlamaq üçün ilk Qərbi Avropa müstəmləkəçilərinin bu sahədəki çalışmalarına baxmaq lazımdır. Fars dili uzun müddət elmi və fəlsəfi dil deyildi. O daha çox poeziya, ədəbiyyat və saray dili kimi tanınırdı.
Fars dili üzərində ilk sistematik qrammatika tədqiqatı da Hindistanda, İngilis müstəmləkəsi olan ərazidə Sir William Jones tərəfindən 1771-ci ildə Grammatica Lingua Persianae və ya Fars qrammatikası adlı kitabı yazıb nəşr etdirən ilk şəxs oldu. Bu əsər Fars dilinin qanuna uyğunluqlarını elmi yanaşma ilə izah edən ilk formal və strukturlaşmış qrammatika idi. Maraqlıdır ki, bu əsər Britaniyanın Hindistan müstəmləkəsində İranda fars dilinin tədrisi məcburlaşdırılmamışdan çox illər öncə yazılmışdı. Bundan sonra 1786-cı ildə William Jones Hind-Avropa dilləri nəzəriyyəsini ortaya atdı ki, bu da sonralar ari irq və İranın dil tarix anlayışına təsir göstərdi. Tarixçilik sahəsində də Sir John Malcolm'un 1815-ci ildə yazdığı kitabı History of Persia və ya Fars tarixi kitabı Qərbdə İran tarixinin təhrif olunmuş, fantastik və romantik versiyasını təqdim etdi. Bu kitab daha sonra geniş təbliğat vasitəsinə çevrildi və beynəlxalq səviyyədə təsirli oldu. Bu təsirlər nəticəsində İranda müasirlik və millətçilik adı altında ortaya çıxan ideologiya əslində Qərbin siyasi sömürgəçilik çərçivəsində müəyyənləşdirilmiş və tətbiq olunmuş bir modelidir. Əgər diqqət etsək, fars dili və fars milləti adı ilə tanıdılan siyasi kimlik rəsmi şəkildə ortaya çıxmazdan əvvəl Qərb müstəmləkəçiləri fars dili və tarixi üzərində ciddi şəkildə işləmişlər. Başqa sözlə, fars kimliyi siyasi anlamda formalaşmazdan əvvəl onun tarixi və mədəni kimliyi Qərb tərəfindən yazılmışdı. Dil və tarixi saxtalaşdırmaqla bölgəyə yeni bir kimlik sırmağa çalışdılar. Ancaq bu saxtalaşdırmanın təsir etmədiyi tək sahə klassik fars şairlərinin divanları idi. Bu əsərlər bugün də canlı sənət kimi göstərir ki, qədim fars şeirində türklər hörmətlə xatırlanır, fars etnosuna isə heç bir istinad yoxdur. Bu araşdırmada onlar şairin adları və şeirlərindən nümunələr toplanıb ki, onların hamısında türklərə istinad edilmiş, lakin fars xalqından bir dənə də olsun bəhs edilməmişdir. Bu tarixi gerçəklik universitet səviyyəsində və akademik sahədə ciddi şəkildə yenidən araşdırılmalı və İranın müasir millət qurma prosesi haqqında cavabsız qalan suallara işıq tutmalıdır. İndi isə həmin dövrün məşhur şairlərinin şeirlərinə baxırıq. Hafiz Şirazi 8-ci əsrin şairi türklər və türk hökümdarları haqqında belə deyir. Əhmədullah ədalətli sultanı qorusun. Əhməd Şeyx Uveys Həsən İlxani. Xanlar oğlu xandır, şahlar nəslimdəndir. O məşhur bir beytində türkdən belə bəhs edir. Əgər o şirazlı türk könlümüzü alsa, Hind xalı uğrunda Səmərqənd ilə Buxaranı qurban verərəm. احمد الله علی معدلة السلطان احمد شیخ اویس حسن ایلخانی خان بنخان و شهنشاه شهنشاه نژاد. همچنین در شعر مشهور خود از ترک چنین یاد می کند: اگر آن ترک شیرازی به دست دارد دل ما را، به خال هندویش بخشم سمرقند و بخارا را. Sədi Şirazi. Ey Sədi, demədimmi türklərə baxma? Türk demədinsə, səbr etməlisən. Bu şəhərdə bir kimsə istəsə ki, gözəl üz görməsin, gülə baxmasın gərək. نگفتمت که به ترکان نظر مکن سعدی، چو ترک نگفتی تحملت باید. در سرای در این شهر اگر کسی خواهد که روی خوب نبیند به گل بران داید. Nizami Gəncəvi Hicri 6-cı əsrin şairi belə deyir. Türklərin dövləti yüksəklik qazandı. Ədalətsevərliklə ölkəni idarə etdi. Əgər sən zülmü böyütsən, türk deyilsən, qarətçi hindusan. نظامی گنجوی شاعر قرن ششم هجری. دولت ترکان که بلندی گرفت، مملکت از دادپسندی گرفت. چون که تو بیدادگری پروری، ترک نی هندوی غارتگری. Fərruxi Sistani Əbülhəsən Əli bin Culuq Sistani, Fərruxi Sistani adı ilə tanınan 5-ci Hicri əsrin tanınmış fars dilli şairlərindən biridir. O, Xorasan üslubunda şeirlər yazırdı. Şeirləri əsasən şahların tərifi və hökümdarları ədalət və səxavətə təşviq etməyə həsr olunmuşdur.
O təkcə poeziyada yox, musiqidə də bacarıqlı idi və bu vasitə ilə əvvəlcə Əbülmüzəffər Şah Çağaninin, sonrasa Sultan Məhmud Qəznəvinin sarayına daxil olaraq yüksək məqam qazanmışdır. Fərruxi İran ədəbiyyatının ən yaxşı qəsidə şairlərindən hesab olunur. 1. Ey Türk gözəli, sənin kimi biri Türkmənistanda varsa, hər gün Türkmənistanda bayram və bahar olar. گر چون تو به ترکستان ای ترک نگاری است هر روز به ترکستان عیدی و بهاری است. 2. Bütün Türkmenistanı fəth etdi və xan taxtına oturdu. Günü-gündən şərəfi artdı, hünəri də. همه ترکستان بگرفت و به خانی بنشست به شرف روز فزون و به هنر روز افزای. Rudəki. Hicri 4-cü əsrin ən böyük şairi və Samanilər sarayının ən görkəmli ədiblərindən biri idi. Məşhurluğuna baxmayaraq, onun tam divanı dövrümüzə gəlib çatmayıb. Bugün ondan yalnız bir neçə qəsidə və səpələnmiş beyitlər qalıb. Xısrov taxta yerləşmişdir. Aləmin padşahı, Xorasan əmiri. Minlərlə türk düzülüb sırayla onun qarşısında dayanıb. خسرو بر تخت پیشگاه نشسته شاه ملوک جهان امیر خراسان ترک هزاران به پای پیش سفندر. Mərufi Bəlxi 4-cü əsrin ortalarında yaşamış və Əmir Rəşid Əbdülməlik İbn Nuh Samaninin 350-343 hicri zamanında yaşamışdır. Onun həyatı barədə çox az məlumat vardır. Hicv və məsxərə üslubunda yazmaqda məharəti vardır. Ey Türk, müsəlmanlığa hörmət et. Az olsun verdiyin vədləri yerinə gətir. ای ترک به حرمت مسلمانی کم بیش به وعده ها بخاسانی. Xaqani Şirvani Hicri 6-cı əsrin şairi belə deyir. Səlcuqluların dövlət günəşi ədalətlə parlayır. Hökümdarın xəzinəsinin eksiri gözəl bir inci kimidir. Evhadiye Marağayi O da türklər haqqında belə deyir. Türklərə meylət ki, sabitlik tapasan. Türklərin yanına get ki, daimi olanı görəsən. Türklərə hücum etməyə nə ehtiyacı var? Ölüm qılıncının qarşısında oynamağın nə mənası var? میل ترکان کن که یابی برقرار نزد ترکان رو که بینی بر دوام. چه ضرورت به ترک تازیدن پیش şəmşir مرگ بازیدن. Sənaye Qəznəvi Din elmi Yəsribdən qalxar. Bu təəccüblüdür. Halbuki cəsur adamlar Türkmenistanın kökündən gəlir. میل ترکان کن که یابی برقرار نزد ترکان رو که بینی بر دوام. چه ضرورت به ترک تازیدن پیش şəmşir مرگ بازیدن. Şəmsəddin Kaşani Öz şahnaməsində türk tayfalarının tarixindən bəhs edir və türklərin tarixini Zəbidar adlı gözəl türk tarixçisinin dilindən nəql edir. Zəbidar, türklərin qoca və bilikli adamı. Tarixi bilənlərdən öyrən, yadında saxla. Söhbətləri hamısından kökünə qədər soruşdu. Hər yerdən nə əldə etdinsə, fəsil-fəsil topla. Hər bir mirin və hər bir böyüyün yanında türklərlə bağlı bir dəftər vardı bu barədə. زبیدار و داننده ترکان پیر از تاریخدان مردم یادگیر. بپرسید یک سر سخنها به اصل از هر جا به دست آمدش فصل فصل. به نزدیک هر میر و هر مهتری از ترکان در این باب بود دفتری. Məsud Səd Uzun bir qəsidəsində Sultan Məsud ibn İbrahim və türk əskərlərini tərif edir. Türklər dövlətin dayağı və zamanın qüvvəsidir. Döyüş zamanı dövrün böyükləridir. Başı dik igidlər, bacarıqlı cəngavərlər. Meşənin aslanları, dağların pələngləri. Əllərindəki yaylar buludlar kimidir. Oxlarının yarası isə güclü yağış kimi yağar. ترکان که پشت و بازوی ملکند و روزگار هستند گاه حمله بزرگان روزگار. گردان سرکشند و دلیران چیره دست شیران بیشند و پلنگان کوهسار. Kəsai Mərvəzi Məcdəddin Əbülhəsən Kəsai Mərvəzi
341 Hicri qəməri ilində Mərvdə doğulmuşdur. 4-cü əsrin ikinci yarısında və bəlkə də 5-ci əsrin əvvəlində yaşamışdır. Adından da göründüyü kimi, özü də bu barədə şeirində qeyd etdiyi kimi Mərv şəhərindən olmuşdur. Kəsai, Samanilər dövrünün sonlarında və Qəznəvilərin əvvəllərində yaşamışdır. O, Buxaranın yaxınlığında yerləşən Nəxsəbdə, yəni Nəsəfdə məskunlaşmış və Nəsəf şairləri arasında adı çəkilmişdir. 1. O, kör, zorla bağlanmış, iradəsiz olmuş mürtəddir, Məhəmmədin nəslinə qarşı, sanki qəz və yağma türkü kimi. 2. Nərgisi gör necə aşiq olub, o gözlü gözəl, xəlxal mənşəli gözlərə bax. Vird deyirdim ta ki virdim qəbul edilirdi. 3. Virdimə görə türkümsə məni himayə edirdi, indi ağır və soyuq olmuşam, qəbul olunmuram, çünki xeyir üçün virdimi gizləyirəm. آن کور بسته مطرد بی طوق گشته مرتد بر عطرت محمد چون ترک غز و یغما نرگس نگر چگونه همی عاشقی کند بر چشم کان آن صنم خلخلی نژاد ورد بودم تا ورد من مراود بود برای ورد مرا ترک من همی پرورد کنون گران شدم و سرد و نانورد شدم از آن سبب که به خیی همی بپوشم ورد. Rabiə Quzdari Rabiə şeirində belə deyir. Türk gülər üzlə içəri girdi, o gözəl üzlü, çevik qonaq. ترک از درم درآمد خندان آن خوب روی چابک مهمانا. Əmərahi Mərvəzi 4-cü əsrin sonlarının tanınmış şairlərindən olmuşdur. Müntəsir, Samanilər dövlətinin sonuncu əmiri üçün yazdığı mərsiyədən bəlli olur ki, o, bu sülalənin məddahiçisidir. Ehtimal olunur ki, Qəznəvilər sülaləsinin əvvəllərinə də yetişmişdir. Onun 104 beyti günümüzə çatmışdır. 1. Göyü sən türklə arazla cəhənnəmə döndərmisən. 2. Türkünü tağlarda yerləşdir. Səğdə çalğısı, balıq və kədu ilə. مداح آن خاندان بوده است ظاهراً اوایل سلسله غزنوی را نیز در ساخته است 104 بیت از او برجا مانده است گویی زبان شکسته و گنگ است بت تو را ترکان همه شکسته ز بانگ تواند نون بنشان به طارم اندر مر ترک خویش را با چنگ سغدیانه و بر بالغ و کدو. Yusif Ərozi 4-cü əsrin sonları ilə 5-ci əsrin əvvəlinin şairi və əruz elmindən alimlərindən olmuşdur. Əruz elmi haqqında bir kitab da yazmışdır. Ondan cəmi 19 beyt qalmışdır. Minik zamanı mənim türküm zində idi. O zindanlı zindən mənim üçün atdan bir məbədə döndü. بگه رفتن کان ترک من اندر زین شد دل من زان زین آتشکده بر زین شد. Müşəffiq Bəlxi 4-cü əsrin sonu ilə 5-ci əsrin əvvəlində yaşamış, tanınmamış şairlərdəndir. Lüğətlər 3 beytini lüğət nümunəsi kimi saxlamışdır. Xələt şüştəri, firəngə bənzər. Türkmən, tatar, qul, bəluçi mənşəli. خلط شوشتری گرد فرنگی صفت است ترکمن ترتری قول بلوچی گهر است. Mənciki Tirmizi Əbülhəsən Əli ibn Məhəmməd Mənciki Tirmizi 4-cü əsrin ikinci yarısında yaşamış İranlı şairdir. Onun şeirlərinin əksəriyyəti məzhəkə və satira xarakteri daşıyır. O, Çağaniyə hökümdarlarının sarayında şair olmuş və bir sıra əmirləri məth etmişdir. Tahir Çağani ilə həmzamandır. Ölüm 381 Hicri. Əgər buradan getmək istəsə et bir niyyət etmədən, Hində və Türkdə həm döyüşdə, həm də bəxtdə üstün olar. اگر بخواهد از ایدر بیان که قصد کند به هند و ترک در میدان و هم بر اقبال. Əbu Şüeyb Hərəvi Əbu Şüeyb Salih ibn Məhəmməd məşhur Xorasanlı şair 3-cü əsrin sonlarında yaşamış. Təzkirələr əsasında o Rudəkinin son dövrünü görmüşdür.
Mənuçuhr onu fars poeziyasının qabaqcılları arasında göstərmişdir. Övfi onu dövrünün tanınmış şairləri sırasında qeyd etmişdir. Hidayət də onu Rudəkinin çağdaşı sayır. Onun şeirlərində türklər gözəllik meyarı kimi təqdim olunur. Əgər gözəlliyini zənclərə versə, türk qısqanclıqdan zəncə dönər. İpək saçlarına bax, başında ipəkdən tac bağlıdır. گر بخواهد بگذارد حسن خود بر زنگیان ترک بیشک ز زنگ آید حسد چون ببینی تارک ابریشمین بسته بر تارک ز ابریشم عقد. Xosrovani Əbu Tahir Təyyib ibn Məhəmməd Xosrovani doğma yeri Tuz şəhəri olaraq qeyd olunmuşdur. Görünür ki, musiqiçi olmuş və məşhur Xosrovani musiqi məqamı onun adı ilə bağlıdır. O, Samanilər dövrünün əvvəllərində yaşamış və Rudəki ilə həmzamandır. Yuxu içindəki şah Nuşad adlı türklə Hindu yetaqi kim ola bilər onu yada salan. به خواب ناز شه با ترک نوشاد از هندوی یتاقی کی کند یاد. Əbu Şəkür Bəlxi 300-lərə yaxın bir tarixdə Bəlxdə doğulmuşdur. 4-cü əsrin tanınmış şairlərindəndir və farsça ilə yanaşı ərəb dilində də şeirlər yazmışdır. Onun həyatı və şeirləri haqqında çox az bilgi var. O, Samanilər dövründə yaşamış və hökümdar Nuh Samaninin xüsusi diqqətini qazanmışdır. Yola çıxanda türkümün miniyi zində idi. O minik mənim üçün atdan bir atəşkədə döndü. به گه رفتن کان ترک من اندر زین شد دل من زان زین آتشکده بر زین شد. Fərəlavi Əbu Əbdilləh ibn Musa Fərəlavi şəhid Bəlxi ilə Rudəki ilə müasirdir və ədəbi dəyərinə görə yüksək qiymətləndirilmişdir. Onun həyatı haqqında çox bilgi yoxdur. Onun 37 beyti lüğətlərdə nümunə kimi qeyd olunmuşdur. Bulud sanki qarışıq bir türkdür ki, ox atır. Şimşək onun oxu, ildirim isə onun yayına bənzər. میغ چون ترکی آشفته که تیر اندازد برق تیر است مگر او را ورخش کمان. Dəqiqi Tusi Əbu Mənsur Məhəmməd ibn Əhməd Dəqiqi təxminən 367 və ya 369 hicridə öldürülmüşdür. Abu Mənsuri şahnaməsini şeirə çevirən ilk şəxsdir. Göştaspın hökümdarlığı və Zərdüştün zühuru barədə 1000 beytlik hissəni tamamlamış, lakin köləsi tərəfindən öldürülmüşdür. Ondan qəzəl, qəsidə və qitələr də qalmışdır. 1. İndi baxarsan Türkdən Yəmənə qədər, sanki səmən kimi ceyranların ayağı altındadır hər yer. 2. Türklərə heç kim vergi və rüsum vermirdi, bu keçmiş zamanlarda belə idi. 3. Türklər əsir ağrı içində və yaralı. Piyadə qaçır, üzü çıraq kimi qızarmış. اکنون فگنده بینی از ترک تا یمن یک چندگاه زیر پی آهوان سمن. از قشتاسنامه به ترکان نداد ایچ کس باج و ساو بر این روزگار گذشته بتاو. به ترکان اسیرند با درد و داغ پیاده دوان رنگ رخ چون چراغ. Şakir Buxarayı 4-cü əsrin birinci yarısının tanınmış şairlərindən olmuşdur. Onun həyatı haqqında məlumat yoxdur. Adı ilk dəfə Xosrovani tərəfindən çəkilmişdir. Ondan 38 beyt qalmışdır və əsasən lüğətlərdə qeyd olunmuşdur. Bu beytdə o, türkləri tərifləyir. Türk əyri qamanı ilə düzəldir dünyanın işini, əyri oxla düzlük gətirir insanların qəlbinə. ترک با کژقمان راست کند کار جهان راستی تیر کژقمان اندر جگرا. Məhəmməd ibn Vasifi Səcəri Onun doğum və ölüm tarixi dəqiq bilinmir. Tarix-i Sistan adlı əsərə görə o Yaqub Leysi Səffari dövrünün katibi olmuş və ilk dəfə ərəb şeirlərini örnək alaraq əruz vəznində fars şeiri yazan şəxs sayılır. Qalmış şeirləri zəifliyi ilə diqqət çəkir. Maraqlısı odur ki, ilk fars beytlərində belə türk sözü artıq yer alır. Bir məmləkət vardı ölçüyə gəlməz. Əmir o torpağın başçısı olmuşdu. Hinddən tutub Çin və Türk sərhəddinədək
Zəngdən tutub Rum və Qafqaza qədər. مملکتی بود شده بی قیاس، امر بر آن ملک شده بود راس. از حد هند تا به حد چین و ترک، از حد زنگ تا به حد روم و گاز.